Elə bir yığılıb qalmış bəzi şeylər var. Bu həftə kainat sanki sənə sınağa çəkir. Amma eyni zamanda mükafatlandırmağa da hazırdır. Enerjilər çox dərin, emosional olacaq səndə. Sənin üçün bu həftə ruhani oyanış, daxili sükunət, intuisiya gücünün artması ilə elə bir xarakterizə olunur. Artıq uzun müddətdir ki, içində saxladığın bax duyğular həll olunmamış vəziyyətlər səthə çıxacaq. Kainat elə bir səndən səmimi olmağı, duyğularını gizləməməyi tələb edir əzizim. Bu həftə elə bir ayın təsiri altında sanki həyat yuxu ilə reallıq arasında keçirir. Hisslərin o qədər güclənəcək ki, bəzən düşüncələr qarışa bilər. Amma bu qarşılıqlıq sənə yeni bir aydınlıq gətirəcək. Sanki bir hiss elə bir içində, beynində elə bir ki, həyatın istiqamətini daha da aydın görməsinə yəni açır sənin üçün, yollar açır əzizim. Özünü qorumaq, daxili səsini dinləmək bu həftə böyük silahdır sənin üçün. Balıqlar üçün bax, bu həftə sizlər üçün iş həyatında bir dönüş nöqtəsi görünür. Uzun müddətdir səbr etdiyin bir məsələ nəhayət nəticəsini göstərəcək. Əgər sən yaradıcı və elə bir intuitiv bir sahədə çalışırsansa, ilhamın elə bir misil görünməmiş dərəcədə artacaq. Lakin rəhbərlik ya kollektivlə münasibətlərdə biraz səbirli davranın. Hər kəs sənin qədər dərin düşüncəyə üçün bəzən sənin kimi dərin düşünmür və bəzən anlaşmamazlıqlar yaranır həyatında. Yeni layihələr, yeni ideyalar səni irəliyə aparacaq. Ancaq biraz tənbəllik, elə bir duyğusal bir yorğunluq səni yavaşlada bilər. Elə bu həftə biraz bəziniz halsız, keyfsiz ola bilərsiniz. Bu səbəbdən planlı olmağa çalış. Bəziləri üçünsə bu həftə iş yerini dəyişmək, yeni sahəyə keçmək və ya müstəqil fəaliyyətlərdə başlamaq düşüncəsi gündəminə gələ biləcək. Əgər belə bir fikir sənin içindən gəlirsə, onu ciddiyə al. Çünki bu sənin ruhunu yönəldirilməsidir. Həftənin sonuna doğru sənə dəstək olunacaq, biri ilə tanış ola bilərsən. İnsan bəlkə də uzun müddətdir arzuladığın qapını sənin üçün açacaq. Düzdür, bəzi balıqlar siz enişlər dönüşlər yaşadınız. Sizə gözəl dəstək olanlar ola biləcək. Kainat elə bir öz sistemini siz üçün qura biləcək. Baxış açınızı dəyişə biləcək. Toparlanacaq, şəfalanacaqsınız. Gözəl şəkildə dəstəkləriniz ola bilər. Sevgi həyatında şəfalanma, yumuşaq bir keçid, romantik bir duyğusal, güvəndə özünü hiss edəcəksən. Bir övlad xəbəri, ailə işində öz yolunu getmək üçün yəni ailədə biraz bəzilərinə anlaşmamazlıq yaşaya biləcəksən. 27-si, 28-i, 29-u bəzilərinizə sıxıntılar ola bilər, amma çoxunuz qoruma altındasınız. İlahidən də belə də bəzilərinizin qorunması var. Özündə dəyər hiss edirsən, başqalar tərəfindən sayğı istəyirsən, böyük bir cəsarətlə başladığın şeylər olacaq, iç səsini dinlə. Çünki doğru yolda olacaqsan.